Herkese salam. Bugünkü mövzumuz possessive case'dir. Azərbaycan dilində buna yekal deyirik. Məsəl üçün Tomun çantası. Bunu düzəltmək üçün, ingilis dilinə tərcümə etmək üçün bizə apostrof s şəkilçisindən istifadə edəcəyik. Yəni olacaqdır cümləmiz belə. Söz birləşməsi daha doğrusu Tom's bag. Yəni Tomun çantası demək istəyiriksə Tom's bag deyəcəyik. Adı qoyuruq və sonradan apostrof s əlavə edirik. Gəlin birlikdə buradakı nümunələrə baxaq. Kate's camera. Kate'in kamerası. Və yaxud deyə bilərsiniz her camera. Qadın cinsi üçün her olur. Kişi cinsi üçün his olacaqdır. Onun kamerası, onun maşını. Burada da my brother's car. Görürsünüz apostrof s'dir. Brother'dən sonra apostrof s qoşursunuz. Mənim qardaşımın maşını. The manager's office. Menajerin ofisi. Çox sadə bir qaydadır. Apostrof s ilə düzəldəcəksiniz bunları. Gəlin burada da baxaq cümlələrə. I stayed at my sister's house. Mənim bacımın evində qaldım. Stayed keçmiş zamandadır. İdiyini keçmiş zaman düzəlir. Have you met Mr. Black's wife? Cənab Black'in həyat yoldaşı ilə görüşmüsən? Heç. Onu soruşur və are you going to James' party? James'in partisinə gedirsənmi? Gördüyünüz kimi hamısını da apostrof s-lə əlavə edəcəksiniz. Digər bir mənası da budur ki, apostrof s-in gil şəkilçisidir. Məsəl üçün, deyirik ki, where were you last night? I was at Paul's. Sən haradaydın keçən gecə? Mən Paul gildəydim. Yəni Paulun evindəydim desək, bunda da yine apostrof s-dən istifadə edəcəyik. Növbəti, whose umbrella is this? Bu kimin umbrellasıdır? Yəni kimin çətiridir? Biz yenidən həmin sözü təkrar etməyimizə ehtiyac olmur. Artıq biz bilirik ki, söhbət nədən gedir? İkinci təkrara ehtiyac olmur. Deyirik, it is my mother's. O mənim anamınkidir. Yəni artıq mən demirəm anamın çətiridir. İstəsəz deyə də bilərsiniz əlbəttə ki, amma söhbətin nədən getdiyini bilirsinizsə təkrara ehtiyac yoxdur. Yəni cümlə belə ola bilərdi ki, it is my mother's umbrella. Növbəti, Sophie's hair is longer than Kate's. Sophie'nin saçı daha uzundur Kate'inkindən. Yəni burada yenə hair sözünü yazmırıq. Çünki niyə? Bilirik ki, söhbət saçdan gedir. Ona görə biz digər ikinci saç sözünü istifadə etməyimizə gərək yoxdur. Əlbəttə ki, bu sizin nasıl olan bir şeydir. İstəsəz deyə bilərsiniz, istəsəz deməyə bilərsiniz. Amma ingilis dili daha sadəliyi, daha yığcamlığı sevir. İndi isə gəlin, öyrənək ki, təkdə olanları bildik ki, apostrof s-lə yekala salırıq. Deyirik ki, məsəl üçün dostumun evi, my friend's house. Gəlin, buradakı cümləyə baxaq. My friend's house, mənim dostumun evi. Lakin mən bir neçə dostumdan söhbət edirəmsə, bir neçə dostumdan danışıramsa, onda sözümüz cəmlənəcəkdir. Yəni friends olacaqdır. Gördüyünüz kimi. Və mən təzədən bir də apostrof s əlavə etməyəcəm. Yəni 2s bizə dilimizə ağırlıq gətirəcəkdir deyə təkcə bir apostrofdan istifadə edəcəksiniz. Deyəcəksiniz my friend's house. Diqqətlə bura baxın. Deməli dostlar deyirik, cəmdə deyirik. Deməli əgər cəm isimləri qaydası yadınızda deyilsə, əvvəlki videoya baxa bilərsiniz. Orada izah eləmişəm. Deməli, s-lə biz cəmləndiririk isimləri, dostlarım olur. Onda my friends. Sonra isə biz artıq yekal deməliyik axı. Onun üçün də biz ancaq apostrof əlavə edirik. Apostrof s əlavə etmirik. Çünki təsəvvür edin, apostrof s əlavə etsək, dilimiz necə tələffüz belə çətinləşir. My friends zızı kimi bir səs çıxar. O da heç düzgün deyil. Ona görə yəni sadəcə olaraq apostrof əlavə etməklə yekalda demiş olacaqsınız. Gəlin özümüzdə bir neçə bir cümlə deyək. İndi mənim deyə bilərik ki, məsəl üçün mənim bacılarımın maşını. Əgər bunda my onda olacaqdır cümləmiz belə. My sisters mənim bacılarım. Yəni burada artıq s-i qoşuram. Mən bu bacılar cəmdədir deyə. Daha sonra bir dənə apostrof qoyuram. Çünki mənim bacılarımın maşını deyəcəyimsə, bir maşından söhbət gedirsə artıq car deyəcəm. Yox, istəsəz maşınlar da deyə bilərsiniz əlbəttə ki. Məsələn, bir neçə bacım var və hər birinin də özünün maşını var. Onda deyirim my sister's cars, mənim bacılarımın maşınları.
Artıq bacılar sözü cəmlənir və ondan sonra da apostrof qoyacaqsınız ki, yərik alt halda deyə biləsiniz sözü. Növbəti diqqət etməyə digər məqam isə kökündən dəyişən isimlərdir. Yenə də deyirəm, bunun üçün cəm isimlərə qaydasını mütləq şəkildə yaxşı öyrənmək lazımdır. Əvvəlki videoya yenidən baxarsınız. Deməli, orada necədir? Cəm isimlər, kökündən dəyişən cəm isimlər var. Məsəl üçün deyirik, person adamdır. People, insanlar, adamlar deməkdir. Və gördüyünüz kimi bu söz kökündən dəyişir. Kökündən dəyişirsə bunun esi yoxdur. Yəni, bunun esi yoxdur. Deməli, mən nə edəcəyəm? Burada təkcə apostrof əlavə etməyəcəm. Yəni, biz əslində baxdıq ki, az öncə baxdıq ki, s qoşurduq cəmlənəndə isimlərə və cəm olanda, isim cəmdə olanda, yəni məsəl üçün friends cəmdədir, mən təkcə apostrof qoyurdum. Amma kökdən dəyişirsə bu söz cəmlənərkən, yəni person, people olub, kökündən dəyişirsə tamamilə fərqli bir söz olub. Onda mən apostrof s qoymalıyam. Təkcə apostrof yoxa. Apostrof s ikisini əlavə etməliyim. Olacaqdır. Məsəl üçün deyirəm, insanların evləri. People's, people yazdım. Sonra apostrof s deyirəm evləri. Houses. İnsanların evləri. Kökündən dəyişirsə bu belə olacaq. Bunun tək versiyasını da gəlin baxaq. Olacaqdır. İnsanın evi, məsəl üçün. Person's house. Görürsünüz. Cəmində də apostrof s oldu. Təkində də apostrof s oldu. Yəni, kökündən dəyişirsə, qısaca deyirik ki, kökündən dəyişirsə isim cəmlənərkən, biz onda təkində də, cəmində də apostrof s qoyacağıq. Digər başqa bir sözə də baxaq. Child, uşaq demək idi. Children, uşaqlar deməkdir. İndi mən deyirəm, uşaqların oyuncaqları. Children's, yenə apostrof s qoyacağım. Children's toys. Uşaqların oyuncaqları. Uşağın oyuncağı da desəm yenə eyni şeydir. Child's, apostrof s, toy. Uşağın oyuncağı. Hər iki halda da gördüyünüz kimi apostrof s qoyulacaqdır. Növbəti qaydamız isə bu edir ki, ofla ismin yərik halını qurmaq. Bu bayaqdan yəni dediklərim bütün nümunələrdə gördünüz ki, bir tərəf canlı idi. Məsəl üçün dedik ki, anamın çətiri, Kate'in saçı, dostumun evi. Yəni dostdur, anadır, bacıdır, əmi uşağıdır, cousins məsəl üçün desək, children uşaqlar, hamısı canlıdır. Bir canlının mənsub olduğu bir şey deyərkən apostrof s-dən istifadə edəcəyik. Lakin əgər canlı deyilsə, o zaman bizə of istifadə olunacaq. Baxın, bu of. Eyni mənadır. Apostrof s-nin mənası eynidir. İn şəkilçisidir bizim dilimizdə. Yərik haldır. Lakin iki tərəfdə cansızdır. Ona görə də, yəni baxın, söz birləşməsinin hər iki tərəfdə cansızdır deyə mən ofdan istifadə edəcəyəm. Gəlin birlikdə cümləyə diqqətlə baxaq. İlk cümləmiz budur. Look at the roof of that building. Roof dam deməkdir. Building də bina deməkdir. Deyir ki, zət də o. Deyir, o binanın damına bax. Və görürsünüz, of olan birləşmədə ikinci tərəfdən başlayırıq tərcüməyə. Yəni, ofdan sonraki hissədən başlayırsınız tərcüməyə. Deyirsiniz, o binanın damı. Deyir, bax, o binanın damına. Və görürsünüz, bina da, dam da ikisi də cansızdır. Nəsə ona cavab verən sözlərdir. Ona görə ofdan istifadə edəcəksiniz. Sonra, we didn't see the beginning of the film. Filmin başlanğıcını görmədik. Keçmiş zamandır bu. What's the name of this village? Bu kəndin, yenə ikinci hissədən başlayırıq tərcüməyə. Bu kəndin adı nədir? Do you know the cause of the problem? Bilirsən, deyirsən, problemin səbəbini. You sit in the back of the car. Maşının arxasında otura bilərsən. Madrid is the capital of Spain. Madrid İspaniyanın paytaxtıdır. Yəni gördüyünüz kimi ofla olan ifadələrdə hər iki tərəf də cansız olur və ikinci tərəfdən başlayırsınız tərcümə etməyə. Bu da yərik haldır. Ümid edirəm bura kimi sizə hər şey aydındır. Yərik hala sual verərkən bizə lazım olan sual əvəzliyi who'sdur. Görürsünüz. Bunun tərcüməsi kimin deməkdir? Kimin?
Gəlin baxaq burada bir neçə cümləyə. Whose car is this? Bu kimin maşınıdır? Və görürsünüz yanında ismi də var. Whose books are those? Onlar kimin kitablarıdır? Və isimsiz də ola bilər. Məsəl üçün, whose is this car? Bu maşın kimindir? Whose are those books? O kitablar kimindir? Görürsünüz, yəni istəsəz həmin o sözü sonuna da sala bilərsiniz, istəsəz yanına da qoya bilərsiniz. Kimin kitabıdır, yaxud da kitablar kimindir deyə bilərsiniz. Baxın, cavabı da var. Məsəl üçün, whose is this car? Bu maşın kimindir? It is John's car. Artıq adı qoyuruq, sonra apostrof s və söhbət nədən gedirsə onu qoyacaq. Maşındırsa maşın deyəcək. Lakin deməyə də bilərik. It is John's car. Yəni biz artıq söhbətin maşından getdiyini biliriksə, deməyimizə də ehtiyac yoxdur. Yəni hər ikisi sizdən asılı olan bir şeydir. İstəsəz deyə bilərsiniz, istəsəz deməyə bilərsiniz. Əgər söhbətin nədən getdiyini biliriksə.